YouTube-un baş direktoru Nil Mohan dərc olunan illik məktubunda platformanın gələcəyi ilə bağlı həm maraq doğuran, həm də mübahisəli yenilikləri açıqlayıb. Bölgə TV xəbər verir ki, onun sözlərinə görə YouTube kontent yaradıcılarını öz və səslərindən istifadə etməklə süni intellekt əsaslı rəqəmsal əkizlər yaratmağa imkan verən yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Yeni imkan sayəsində yaradıcılar kamera qarşısına çıxmadan özlərini süni intellektlə yaradılmış versiyalarından istifadə edərək YouTube Short videoları hazırlaya biləcəklər. Mohan vurğulayıb ki, bu texnologiya insan yaradıcılığını əvəz etməyəcək, əksinə kontent istehsalını daha sürətli və çevik edən yeni bir ifadə vasitəsi rolunu oynayacaq. Bəlkə kontent yaradanlar öz səslərini və vizual görüntülərini kopyalayaraq rəqəmsal məzmunlarında istifadə edə biləcəklər. Qısa metrajlı videolar Google-un qabaqcıl video istehsal aləti olan V3 vasitəsilə sadəcə mətn əmrləri ilə yaradılacaq. İstifadəçilər mətn əsaslı əmrlərlə oyunlar dizayn edə, yeni musiqi janrları ilə təcrübələr apara biləcəklər. YouTube süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etsə də, Nil Mohan tamamilə sintetik və aşağı keyfiyyətli məzmunun yayılmasına qarşı ciddi mübarizə apardığını bildirib. İnternet mühitində slop, süni zibil kimi tanınan, dəyər daşımayan avtomatik yaradılmış spam məzmununun qarşısını almaq üçün platformanın moderasiya sistemləri yenilənəcək. YouTube yeni texnologiyaların sui-istifadə risklərini azaltmaq üçün əlavə qoruyucu mexanizmlər tətbiq edir. Başqasının üz və ya səsinin icazəsiz istifadə olunduğu süni intellekt videoları avtomatik şəkildə aşkar ediləcək. Eyni zamanda süni intellektlə yaradılan və ya manipulyasiya edilən real məzmunun sintetik kimi etiketlənməsi məcbur olacaq. Bundan əlavə, kontent müəllifləri öz rəqəmsal şəxsiyyətlərinin üçüncü şəxslər tərəfindən necə və harada istifadə olduğunu idarə etmək üçün yeni nəzarət alətləri əldə edəcəklər. Rəna Rövşən qızı, Bölgə TV.